Siz müəllimlər, xoş gördük hər birinizi. Bugünkü dərsimiz formativ qiymətləndirmədir. Gəlin dərhal başlayaq mövzumuza. Bilirik ki, məktəb daxili qiymətləndirmənin 3 növü var. Demək, diaqnostik, formativ, bir də summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə nə idi? Yəni, şagirdin ilkin biliklərini aşkara çıxarmaq, sanki diaqnoz qoyuruq, düzdürmü? Şagirdin güclü və zəif tərəflərini demək, üzə çıxarmaq. Formativ qiymətləndirmə isə artıq nədir? Demək, şagirdin fəaliyyətini, yəni izləmək. Bu gedişatda, dərs prosesində, deməli, şagird fəaliyyətini izləmək. Biraz da dərin desək, məzmun standartlarının mənimsənilməsinə yönəlir formativ qiymətləndirmə. Amma summativ nədir? Yəni, yekun olaraq artıq şagird nə əldə edib, düzdürmü? Nailiyyət səviyyəsinin ölçülməsi, bu artıq summativ aid olur. İndi biz bugün danışacağıq, demək, formativ qiymətləndirmə haqqında. Gəlin dərhal başlayaq. Demək, ilk öncə belə bir şey deyim ki, formativ qiymətləndirmə yadda saxlayın ki, yəni öyrənmək üçün olan bir qiymətləndirmədir. Yəni burada nə ilkin diaqnoz qoyulmur, nə ölçmə aparılmır, düzdürmü? Öyrənmək üçün aparılan qiymətləndirmə deyəndə bu formativdir. Daha sonra deyirik ki, baxın, məzmun standartlarının mənimsənilməsinə yönəlmiş, yəni deyir fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri baxın, müəyyən eləyib aradan qaldırmaq, yəni dərsin gedişatında, prosesin gedişatında məzmun standartlarının mənimsənilməsinə yönəlir, bir dənə ortaya çıxan çətinlikləri aradan qaldırmaq. Demək, indi düzdür, bunların hamısı müəllimlər bir-bir oxumayacam, əsas mahiyyəti, vacib məqamları sizə nəzərinizə çatdıracam. İstəsəniz hamısını bir-bir cümlə-cümlə oxuya bilərsiniz. Çalışacağam ki, mövzunu gözəl şəkildə sizə mənimsədim. Deyir ki, onu irəliyə aparmaq və bunu ən yaxşı şəkildə necə etməyə qərar vermək. Bəli, yəni şagirdi irəliyə aparmaq, bunu necə edək ən gözəl vasitələrlə, deməli, formativ buna aydınlıq gətirir. Daha sonra müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir. Bəli, bax, tədris prosesini, o gedişatı tənzimləyən qiymətləndirmədir. Şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir. Əsas məqsəd nədir müəllimlər? Dərsin məqsədinə çatmaq, təlim nəticəsinə çatmaq, düzdürmü? Daha sonra formativ qiymətləndirmə zamanı tapşırıq vermə, müşahidə üsullarından istifadə. İndi birazdan onlar haqqında geniş danışacağıq. Bu heç. Formativ qiymətləndirmə əsasən deyir ki, bu suallara cavab tapır. Hansı sualları? Deyir ki, şagirdin hədəfi nədir? Yəni şagird nəyi öyrənəcək, düzdürmü? Şagirdin mövcud vəziyyəti necədir? Yəni hal-hazırda öyrənməli olduğu məsələdən nə qədər xəbərdardır? Şagird məqsədinə necə çata bilər? Yəni nəyi etməlidir ki, hədəfə çatsın? Yəni əsas burada məqsəd nədir müəllimlər? Təlim nəticəsinə, təlim məqsədinə çatmaqdır. Formativ qiymətləndirmənin deyir aşağıdakı vacib xüsusiyyətlər də deyə bilərik, elementlər də deyə bilərik ki, bunlar hansılardır? Deyir təlim nəticələrinə uyğunluq mütləq. Qiymətləndirmə meyarının olması, effektiv əks əlaqə, buna konstruktiv rəy deyirik ki, birazdan elə geniş danışacağıq. Davamlı müşahidənin aparılması. Bunları biraz da aydınlaşdırsaq, yəni belə deyək də müəllimlər, əsas bu məqamlar hansılardır? Təlim məqsədlərinin aydın şəkildə elan olunması, ondan sonra şagirdi yəni irəliyə aparan effektiv, konstruktiv rəyin verilməsi, bunları biraz da açıqlasaq. Daha sonra effektiv sinif müzakirələrinin təşkil olunması, şagirdlərin o məqsədə, dərsin məqsədinə çatması üçün müəyyən o tapşırıqların təşkil olunması, həmçinin burada müəllimlər təkcə müəllim şagirdləri qiymətləndirmir. Burada həm müəllim qiymətləndirməsi var, həm özünü qiymətləndirmə var, həm də yoldaş qiymətləndirməsi, yəni bir-birini qiymətləndirmə vardır, yəni qarşılıqlı qiymətləndirmə. Yəni bu istiqamətlər formativ qiymətləndirmədə öz əksini tapır. Gəlin indi ən əsas danışaq. Demək, effektiv deyir ki, əks əlaqə. Yəni bu nə deməkdir? Effektiv rəy nə deməkdir? Konstruktiv rəy. Ən əsasdakı müəllimlər qiymətləndirmədə ən vacib məqam, imtahana düşən, sonra müsahibədə sizə lazım olan vacib məqamlardır. Ona görə diqqətlə qulaq asaq, xüsusilə də ki, konstruktiv rəydən bir sual olur. İndi ola bilər ki, imtahanda tutaq ki, diaqnostik, formativ və summativ üçündən bağlı düşə bilər ki, uyğunlaşdırma şəklində və ya da ki, necə, amma ən əsas daha çox formativ qiymətləndirmə üstünlük verir, xüsusilə də konstruktiv rəyə. Ona görə nə edək, diqqətli olaq, müsahibədə də bu suallar qaçınılmazdır təbii ki.
Effektiv rəy nədir müəllimlər? Demək, müəllim şagirdə dərsin gedişatında rəy verir, düzdürmü? Bu rəy iki cür ola bilər. Bir, gələcəyə yönəlik, buna konstruktiv rəy deyirik. Bir də keçmişə yönəlik rəy, buna isə destruktiv rəy deyilir. Yəni bu destruktiv rəy bizə lazım deyil. Əsas hansıdır? Konstruktiv rəy. Amma indi hər ikisinin xüsusiyyətləri haqqında danışacağıq. Müəllim şagird ünsiyyətində deyir, əks əlaqənin xüsusi rolu var. Bəli. Aha, deyir ki, qurulan hər əks əlaqə müəyyən məqsədə xidmət edir və yalnız məqsəd uyğun olduğu halda şagird üçün faydalı olur. Hamısını izahını verəcəm. Bu söz yığınlarının belə deyək, hamısını oxumayacağım, bir-bir özünüz oxuyacaqsınız. Amma sizə həm kitab dilindən, həm də sadə formada, hər iki formada izah edəcəm. Məqsədə görə əks əlaqə deyir ki, formativ və summativ olur. İndi birinci biz gəlin danışaq ki, deməli birinci hələ qısa dedik ki, gələcəyə yönəlik rəy bu hansı oldu? Konstruktiv rəy. Amma keçmişə yönəlik rəy hansıdır? Destruktiv rəy. İndi gəlin birinci bu formativ, summativ deyir ki, baxın məqsədə görə əks əlaqə formativ və summativ olur. Belə bunun haqqında danışaq, bunun izahını verim. Ondan sonra keçək konstruktiv rəy, destruktiv rəy haqqında geniş məlumat verəcəm. Deyir ki, formativ əks əlaqə öyrənmə prosesində verilir. Yadda saxlayaq ki, müəllimlər, demək nə? Əks əlaqə həm formativ, həm də summativ qiymətləndirmədə verilə bilər. Deməli, müəllim tərəfindən verilən rəy həm formativ qiymətləndirmədə verilə bilər, həm də summativ qiymətləndirmədə verilə bilər. Lakin bunların fərqi var. Baxın, deyir ki, əsas məqsədi şagirdi inkişaf etdirmək. Bu məlum məsələ, düzgün istiqamət verməkdir və s. Summativ qiymətləndirməyə qədər şagirdi inkişaf etdirməkdən ibarətdir. Baxın, deməli, formativ qiymətləndirmədə verilən rəy nədən ibarətdir? Öyrənmə prosesində baş verir, öyrənmə prosesində və şagirdə belə deyim də inkişafa yönəlik rəy verilir. Bax, istiqamətləndirmək üçün verilir rəy. Bu formativ qiymətləndirmədədir. Amma summativ qiymətləndirməyə qədər və deyir ki, summativ qiymətləndirməyə qədər şagirdi inkişaf etdirmək. Yəni bu gündəlik dərslərdə müəllim şagirdə müəyyən rəylər verir ki, nə olsun? Summativ qiymətləndirməyə qədər onu inkişaf elətdirsin, o səviyyəyə çatdırsın. Bəs yaxşı, summativ qiymətləndirmədə verilən rəy nədir? Bunu necə başa düşək? Bax, yekunlaşdıracağım. Əks əlaqə deyir, hər hansı bir bölmənin, fəaliyyətin sonunda verilir. Bəli. Şagirdin qazandığı bilik və bacarıqların nəticəsini dəyərləndirməyə, artıq ortaya qoyulan nəticəni dəyərləndirmək üçün verilən bir rəydir. Biraz da açıqlayacağım bunu. Şagirdin hansı bacarıqları qazandığını, qoyulmuş məqsədə nə dərəcədə çatdığının dəyərləndirilməsidir. Şagirdə nəticə olaraq fəaliyyəti haqqında, nə də uğur qazanıb qazanmadığı haqqında məlumat verilir. Aha, doğrudur. Burada deyir ki, gələcək inkişafla bağlı fikirlər əks oluna bilər. Amma burada əsas diqqət inkişafdan çox şagirdin nə üçün bu yekun qiyməti aldığının əsaslandırılmasına yönəlir. Gəlin buna nümunə deyək. Baxın, nə başa düşdünüz buradan. İndi bunun izahını verəcəm sizə. Şagird, belə deyək, müəllim kimi şagirdə bir summativ qiymətləndirmə keçirmişik, düzdürmü? Keçirtdik. Artıq bir nəticə var ortada. Bu nəticəyə əsasən müəllim şagirdə rəy verir. Bax, deyir ki, inkişafdan çox şagirdin bu yekun qiyməti aldığının əsaslandırılmasına yönəlir. Məsələn, tutaq ki, şagird summativdən zəif yazıb, daha indi biz gələcəyə yönəlik rəy versək, konstruktiv rəy. Məsələn, deyə bilər ki, tutaq ki, bu qədər 10 sualdan 8-in və ya ki, nə bilim, 7-sin düz yazmısan, hə? Amma digər sualları da düzgün yaza bilərdin. Tutaq ki, bu mövzular daha aktiv iştirak etsəydin, bu mövzuları təkrarlayıb gəlsəydin, düzdürmü? Mən izah verən zaman diqqətli olsaydın, indi mən ümumi danışıram ha, hələ müəllimlər, düzdürmü? Və yaxud da ki, bu konkret tapşırıq üzərindən izah vermək istəyiriksə, tutaq ki, deyə müəllim indi yoxlayanda o sual deyəcək ki, məsələn, tutaq ki, riyaziyyatdan bağlı olsun. Burada düsturu düzgün tətbiq eləmisən, amma tutaq ki, nədə, məsələn, vurma zamanı səhvliyə yol vermisən, vurmada. Deməli, buradan artıq bu sual ona görə səhv yazmısan da, belə deyim. Yəni, yekun olaraq ümumi bildirirəm. Summativ qiymətləndirmədə
nə baş verdi müəllimlər? Rəyin verilməsi. Burada da gələcəyə yönəlik. Artıq şagird çalışacaq ki, gələn dəfə nə olsun? Bütün mövzularda, bütün dərslərdə iştirak eləsin ki, summativdə nəticəsi yaxşı olsun. O mövzulara daha diqqətlə qulaq assın. Bu dəfə vurmanı tutaq ki, lap ibtidai sinif imiş. Vurma cədvəlini zəif bilib, düsturu bilib, amma vurmanı zəif bildiyinə görə orada yanlışlığa yol veribsə, gələn dəfə burada daha diqqətli olacaq. Deməli, əsas məqsəd nə oldu müəllimlər? Deyir ki, yekun qiyməti hansı qiymət alıb? Deyir, əsaslandırmaq. Düzdür, burada da bir gələcəyə yönəkliyi olacaq, amma o birisi qədər formativdə verilən rəy qədər olmayacaq da, düzdürmü? Deməli, müəllimlər, nəyi bildik? Nə əks əlaqə həm formativdə, həm də summativdə verilə bilər. Formativdə veriləndə əsas məqsəd odur ki, öyrənmə prosesi baş verir, şagirdi istiqamətləndirmək, o gedişatda baş verdiyinə görə şagirdin artıq zəif tərəfləri üzə çıxır, bunu düzgün istiqamətləndirmək, inkişafa yönəlik olur. Amma summativdə isə daha doğrusu artıq sondur da, bu yekundur, amma buradan da şagird müəyyən nəticə çıxarıb, gələcəyə yönəlik nələrsə nəticə çıxara bilər. Bu belə. İndi gəlin öyrənək görək, ümumiyyətlə bu deyirik gələcəyə yönəlik, keçmişə yönəlik rəy, bunların biraz da xırdalığına gedək. Demək, müəllimlər, indi bu hissəni saxlayıram, keçirik, baxın. Biraz aşağı hissəyə düşəcəyik, oradan danışacağıq. Deməli, əks əlaqə, düzdürmü? Əks əlaqənin növləri bu heç. Buranı saxlayırıq axıra. Axırda dönəcəm o hissəyə, gəlin buradan başlayaq. Əks əlaqənin qurulması, effektiv rəyin verilməsi. Birinci buradan danışacağıq. Deməli, əks əlaqə. Deyir ki, şagird necə fəaliyyət göstərib. Sonra şagird daha yaxşı necə fəaliyyət göstərə bilər, düzdürmü? Vacib məqamlardan biri də deyir ki, şagirdə dərs zamanı verilən rəydir. Formativ qiymətləndirmə öyrənmə prosesinin əsasını təşkil etməklə şagirdi irəliyə aparan, bayaq dediyimiz kimi, qoyulmuş məqsədə çatmağa kömək edən, deməli, hansı formativ qiymətləndirmədir və buna da dəstək olan rəylərdir. Bu prosesin uğurlu olmasını şərtləndirən əsas amil isə şagirdlərə effektiv əks əlaqənin qurulmasıdır, yəni rəyin verilməsidir, bəli. Deyir, əks əlaqə məsləhət vermək, tərifləmək və qiymət vermək deyil. Əks əlaqə şagirdə məqsədə çatmaq üçün gördüyü işin gedişatı, etdiyi cəhdlər haqqında verilən məlumatdır. Başqa sözlə desək, rəy vermək, əks əlaqə, yəni rəy vermək də deyə bilərsiniz, əks əlaqə də deyə bilərsiniz. Konstruktiv rəy eyni şeydir. Müəllimlə şagird, şagirdlə şagird arasında olan iki tərəfli informasiya mübadiləsi. Demişdik ki, formativdə təkcə müəllim qiymətləndirmir, daha doğrusu müəllim rəy vermir. Həm müəllim, həm şagird özünü qiymətləndirə bilər, həm də yoldaş qiymətləndirməsi. Ümumiyyətlə, hər bir insan yeni bilik və bacarıq öyrənən zaman deyir, mütləq işlərin necə getdiyini, nəyi düzgün edib etmədiyi barədə informasiya almaq istəyir, bəli. Verilən rəylər keçmişə deyil. Müəllimlər, baxın, deyə bilərsiniz ki, müəllim buradan bir-bir oxuyur. Burada məqsədim bilirsiniz nədir? Mən bunu ümumi şəkildə sizə izah eləyəcəm. Amma bəzi şeylər var, həqiqətən də kitabı bir-bir oxumaq lazımdır. Bəzi cümlələrin dərinliyinə varmaq üçün. Bax, ona görə mən iki tərəfli gedirəm. Məsələn, belə deyim də, kurikulumda bir çox təlimçilər üstünlük verir ki, öz sözləri ilə izah eləyir. Heç kitab cümləsindən danışmır. Bəzi təlimçilər sırf kitab cümləsi ilə danışır. Amma mən çalışıram ki, ikisini də sizə çatdıram. Həm kitab cümləsin, həm də onu sadə formada izaha. Çünki bəzən olur ki, bir də görsən, elə bir testdən qarşılaşırsan ki, ümumi mənanı bilirsən, amma orada sənə kitabda əsaslanan cümlə də lazım olur. Bax, bunu yaddan çıxartmayın. İndi mən bunu sizə ümumi izahını verə bilərəm, heç bu kitabı, bunu ekrana gətirmədən belə. Amma kitab cümləsi də bilirəm ki, sizin köməyinizə gələcək, ona görə vurğulamalıyam. Daha sonra indi ümumi izahını verəcəm, amma deməli informasiya almaq istəyir. Verilən rəy keçmişə deyil, nəyi necə etməli olduğunu ehtiva edərək gələcəyə yönəlik olmalıdır. Başqa sözlə desək, şagirdlərə rəyin verilməsi onlara təkcə nəyi səhv etdiklərini bildirmək olmayıb, elə bir dialoqun qurulmasıdır ki, şagirdin işi müzakirə olunsun və onun gələcək fəaliyyətinə müsbət təsir göstərsin. Rəyin verilməsə digər vacib amil isə rəyin şagirdin emosiyalarını, indi bunu əlavə edəcəm, emosiyalarına deyil, idraki fəaliyyətinə yönəlik olması. Gəlin indi danışaq. Nə başa düşdünüz? Bax, bu kitab cümləsindən dedi ki, şagirdə elə bir rəy verməlisən ki, o rəy keçmişə yönəlik olmasın, gələcəyə yönəlik olsun, şagirdin inkişaf aparsın. Yaxşı, bəs biz bunu necə başa düşək də, bu nə deməkdir, necə rəy verək? Baxın, müəllimlər, tutaq ki, belə bir şey deyim, şagird
Biz şagirdlərin gündəliyini artıq 5-4-3 rəqəmlə yazmırıq, Rum rəqəmindən yazmırıq, səviyyələrlə yazmırıq, bir meyar yazırıq. Tutaq ki, yazımız elə məlum olur ki, şagirdin gündəliyindən yazır ki, mövzunu mənimsəməyib. Valideyn açıb baxsın bu gündəlik, axı bu yazıq valideyn nə bilsin, şagird nəyi mənimsəyib, nəyi mənimsəməyib. Şagirddən soruşur ki, valideyn, müəllim niyə bunu yazıb? Deyir ki, mən də bilmirəm. Axı mən 1-2 suala cavab verdim, xüsusilə ibtidailər deyil. Amma müəllim yenə mənim gündəliyimə bunu yazdı. Bilinmir burada nədən, şagird nəyi mənimsəyib, nəyi mənimsəməyib. Gələcəyə yönəlik rəy nədir? Gəlin bir nümunə deyək. Tutaq ki, nəyi nümunə deyim? Riyaziyyatdan biri. İndi o qədər nümunə demiyorlar. İndi beynimə hansı fikir gəlirsə onunla bağlı quraşdırın birini deyim sizə. Ki, yəni əsas mahiyyəti başa düşək. Tutaq ki, müəllim baxır, şagird düsturu bilir, düsturu düzgün tətbiq eləyib. Şagird düzgün düsturu bilir, amma tətbiqində yanlışlığa yol verib. Deməli, şagirdin gündəliyinə yazırıq ki, nə? Düsturu gözəl tutaq ki, öyrənmisən, düsturu gözəl öyrənmisən, bilirsən, amma tətbiqində müəyyən yanlışlığa yol vermisən, gələn dəfə düsturu tətbiq zamanı daha diqqətli ol. Bax, bu oldu gələcəyə yönəlik rəy. Düzdürmü? Artıq valideyn də bunu oxuyanda və ya ki, şagird də özü üçün biləcək ki, nəyi düzgün edib, nəyi yanlış. İndi bunu qısaldıram bu cümləmi. Gələcəyə yönəlik rəy nə dedik? Konstruktiv rəydir. Orada testlərdə nəyi axtaracaqsınız? Müəllim birinci bir müsbət rəqəm nə idi? Müsbət bir məqamı önə çəkməlidir. Sonra şagird yanlış edib, onun yanlışını önə çəkməlidir ikinci yerdə. Sonra ona istiqamət verməlidir. Bax, belə bir rəylər görsənir situasiyalarda, bilin ki, bu gələcəyə yönəlik rəydir. Bax, dedik ki, gələcəyə yönəlik nə idi? Konstruktiv rəy, effektiv rəy deyirik, səmərəli rəy deyirik, eyni şeydir. Amma destruktiv keçmişə yönəlik rəydir. Deməli, gələcəyə yönəlik rəydə ən birinci şagirddə müsbət bir məqamı tapıb onu önə çəkməlisən. Bax, bayaq dedik ki, düsturu gözəl mənimsəmsən, düsturu bilirsən. Bu oldu müsbət bir məqam. Amma tətbiqində yanlışlığa yol vermisən. Bu oldu onun səhvə yol verdiyi məqam. İndi istiqamət harda verdi müəllim? Dedi ki, gələn dəfə tətbiqdə daha diqqətli ol. Artıq şagird orada diqqətli olacaq. Deməli, bu oldu gələcəyə yönəlik rəy. İndi keçmişə yönəlik rəy nədir? Yönəlik rəy. Deyirəm ki, tutaq ki, nə deyək? Bu tapşırıqda elə düsturdan bayaqçında. Bu tapşırıqda səhv etmisən, səhv həll eləmisən. Artıq eləyib şagird, bitib. Onsuz da biz də bilirik də bunu şagird səhv eləyib, ay müəllim. Amma bu şagird nəyi səhv eləyib? Hansı hissəsində səhvə yol verib? Bəs niyə istiqamət vermirsən? Bax, deyirəm ki, elə bayaqçı misalın keçmişə yönəliyin deyirəm. Deyirəm ki, bu düsturun tətbiq eləmişdi. İndi bayaq bildiniz nə olub? Nə haqq hesab edə təkrar eləmirəm ki, videomuz qısa olsun. Demək, deyirəm ki, bunun tapşırığının tətbiq zamanı, nə bilim, həllini yanlış eləmisən. Amma nəyi yanlış eləyib, nə edib, heç nə məlum deyil. Etmisən. Deyirəm ki, yanlış etmisən. Bu tapşırığı yanlış etmisən. Hələ bir dənə də qəşəng 2 yazırlar və ya ki, X deyib dəftəri göndərirlər. Uşaqlar da ruhdan salırlar. Deməli, nə? Artıq edib də bunu biz də bilirik, o şagird də bilir. Amma bəs bu şagirdə bir istiqamət verir də, bu yazıq bilsin də harda nə edib, nə etməyib. Bu belə. Deməli, bunları ayırd elədik. İndi gələcəyə yönəlik rəylərə əlavələrimiz olacaq. Digər ikinci bir məqam. Bildik ki, gələcəyə yönəlik rəy nədir? Keçmişə yönəlik nədir? Digər ikinci bir məqam nədir? Bura baxırıq. Deməli, rəyin verilməsinə şagirdin digər vacib amil isə deyir, şagirdin emosiyalarına deyil, idraki fəaliyyətinə yönəlik olmasıdır. Deməli, müəllimlər, əsas şagirdi qoyulmuş hədəfə çatdırmaqda, bunu bayaq demişik, o birlərinə də keçəcəm. Emosiyalara yox, idraki fəaliyyətinə yönəlməlidir. Məsələn, tutaq ki, emosiyalara yönəlik bəs nədir? Mən bunu necə başa düşüm? Məsələn, tutaq ki, deyirəm ki, şagird hər hansı bir tapşırıq düzgün yerinə yetirib, deyirəm ki, afərin, sən çox savadlısan, çox ağıllısan, ona görə də bu tapşırığı düzgün yerinə yetirmisən. Bu oldu emosiyalara yönəlik. Baxın, emosiyalara yönəlik, yəni biraz açıqlayıram. Sanki şagirdim şəxsiyyətinə fikir bildirsən. Sən çox ağıllısan, görürsünüz. Onu bir şəxsiyyət kimi dəyərləndirirəm. Ona fikir bildirdim. Amma mən emosiyalara yönəlik rəy verməməliyəm. İdrakına əsasən, idraki fəaliyyətinə mən yönəlik rəy verməliyəm. Buna da gəlin nümunə deyək. Tutaq ki, nə edim?
Demək, tapşırıqlarda şagird nə edib? Tutaq ki, hər hansı bir məsələ tapşırıqda düzgün anlayışları düzgün təhlil eləyib, düzgün araşdırıb, deyirəm ki, bəli, çox məsələn, tutaq ki, bu tapşırıqları düzgün təhlil eləmisən, mən bunu yüksək dəyərləndirirəm. Tapşırıqları düzgün deməli, nə bilim, təhlil eləmisən, analiz eləmisən, bunu yüksək dəyərləndirirəm. Artıq şagirdin idraki fəaliyyətinə yönəliş rəyi verdim mən. Amma o birisinə deyirəm ki, hə, sən çox ağıllısan, afərin sənə əla, ona görə də tapşırığı yerinə rahatlıqdan, nə bilim, gözəl şəkildə, əla şəkildə yerinə yetirmisən. Deməli, emosiyalarda, emosiyalara yönəlik rəydə daha çox testlərdə görəcəksiniz. Əla, afərin, əhsən, amması var. Bəzən olur ki, gələcəyə yönəlik rəyin də əvvəlində yazır, amma əla, əhsən belə, amma görürsən ki, onun ardınca bir pozitivin önə çəkir. Bir nöqsanın bildirir və ona istiqaməti verir. Bax, o olur gələcəyə yönəlik. Amma görsəniz ki, deyir, əla, afərin, əhsən, sən elə ağıllısan, supersən, beləsən, eləsən, bunu yerinə yetirmisən, bu bilin emosiyalara yönəlik rəydir, ha. Bax, testə verə bilər nümunə, deyir hansında, da ki, emosiyalara yönəlik rəyə aiddir və ya ki, buna aid deyil. Və ya ki, gələcəyə yönəlik rəydir. İndi bir nümunə çəkirəm də, birazdan da bir ümumiləşdirmə apararıq. Və ya ki, idraki fəaliyyətə aid. Deyirəm ki, bəli, sən bu tapşırıqda təhlil eləmisən, araşdırmısan, nə eləmisən, ona görə sənin bu fəaliyyətini yüksək dəyərləndirirəm. Şagirdin keçdiyi yola, etdiyi fəaliyyətə qiymət ver. Yəni özünə yox. Demək, mənim belə bir cümləm vardı bir də ki, yəni deyirdim ki, məsələn, ta ki, bunu o vaxtı miqdarda yüksək bal toplayandan sonra bir videomda bildirmişdim ki, yəni məni ta ki, belə deyim də, lap sizi misal çəkim, lap özümü. Hə, məni yüksək bal topladığıma görə təbrik eləmə. Məni ona görə təbrik elə ki, mən o yollardan, çətin yollardan keçib mənim keçdiyim yolumu dəyərləndir ki, əhsən sənə, tutaq ki, gecəni gündüzə qatıb sən getdin bu nəticəni topladın. Gördünüz necə gözəl nümunə. Yəni mənim o keçdiyim o idraki fəaliyyət, bax ona yönəlik mənə rəy ver də. Yoxsa əla sənə, əhsən, super, getdin sən ta ki, miqdən bu qədər bal yığdın və ya da ki, belə elədin, sertifikasiyadan filan müəllim, sən belə bal yığdın, əhsən sənə, yox. Deyirik ki, sən gecəni gündüzə qatdın, nə bilim, yorulmadan və ya da ki, yoruldun, bezmədən, hər şeydən dərsinə çox vaxt ayıraraq, yəni sən bunu müəllimin o keçdiyi yolu dəyərləndir. İndi də şagird eyni ilə emosiyalara yönəlik edə bildik, idraki fəaliyyətdə bildik. Emosiyalarda sanki şagirdin şəxsiyyətinə fikir bildir, səndən ağıllısan, əhsən belə elə. Mən də düşünürəm ki, bu qədər bəslər, amma bunlardan bağlı situasiyalar düşür. Geniş izah verdik. Keçirik digər məsələ. Bu konstruktiv rəy başqa. Bunların hansı xüsusiyyəti var? Bax, deyir ki, rəy effektiv edəndə bu cümlələri mən tam oxurum da, rəydir. İndi öz sözlərimlə demək çalışıram ki, bir çox vaxtımız getməsin. Digər xüsusiyyətləri hansılardır müəllimlər? Deyir, mümkün qədər spesifik olmalıdır. Bu nə deməkdir? Aha, demək, bu hissəni yuxarı qaldırdım, rahat deməli görək. İndi deyir ki, spesifik dedikdə, yəni şagird haqqında informasiyanı ona ümumi olaraq deyil, dəqiq aspektləri vurğulayaraq çatdırmaq. İndi buradan nə başa düşdünüz? Kitab cümləsini oxuduq, amma necə bilim? Spesifik rəy necə verim? Gəlin bunu izah verək. Demək, müəllimlər, spesifik rəy deyir ki, spesifik nə deməkdir? Yəni bir orada xüsusilik olmalıdır da, düzdürmü? Bir aydınlatıcı bir məqam olmalıdır, belə deyim. Bax, deyir, dəqiq aspektləri, dəqiq məqamları, o aydınladıcı məqamları önə çəkməlisən. Bir də var ümumi rəy. Ümumi rəy konstruktiv, üzr istəyirəm, destruktivə uyğun gəlir ümumi rəy. Amma spesifik rəy konstruktivə uyğun gəlir. Belə deyim də, bu rəylərdə xüsusiyyətlər sayacağıq. Yaxşı nə görsəniz o konstruktivindir. Amma digər ikinci planda olanlar destruktivin, ümumi belə desəm. İndi gəlin bir nümunə deyək. Şagirdə bir ümumi rəy verək, sonra keçək. Deyirəm ki, nə deyək, tutaq ki, əhsən sənə, nəticən çox yaxşıdır. Bax, bu sizcə spesifik rəydir, yoxsa ümumi rəydir? Deyirəm, əhsən sənə, nəticən çox yaxşıdır. Və hətta ki, deyirəm ki, sən bu misalı yerinə yetirə bilməmsən. Yenə də, bu ümumi rəydir, yoxsa spesifik. Bu iki nümunənin ikisi ümumi rəydir. Bəs spesifik rəy necə olsun? Baxın, spesifik rəy deyirik ki, artıq orada şagird nəyi düzgün edib, nəyi düzgün etməyib, düzdürmü? İnkişaf etdirməlisən şagirdə. Ona elə bir rəy verməlisən ki, şagird bir bilsin ki, nəyin üzərində işləməlidir. Baxın, gəlin bir nümunə deyək. Deyirəm ki,
Nəyi deyirəm? Tutaq ki, bir nümunə. Mətndən sözləri seçib, tutaq ki, mətndə işlənən sayı seçib, tutaq ki, düzgün sayları düzgün tapmısan, sayları düzgün seçmisən. Amma yazılışında deməli yanlışa yol vermisən. Gələn dəfə yazılışında daha diqqətli ol. Görürsünüzmü? Deməli bu şagird sayı öyrənib bilir ki, yəni sayı mətndən seçib, yazıb dəftərinə. Amma yazılışında orfoqrafik qaydalarda yanlışlığa yol verib də bu şagird. Orfoqrafiya qaydaları var da Azərbaycan dilində bizdə yazılışı düzgün yazışı öyrədir. Deməli, yazılışında yanlışlığa yol vermisən, gələn dəfə tutaq ki, orfoqrafiya qaydalarını təkrar etmək. Müəllim belə deyim də, hökmən deyil ha, rəyi ilə götürüb bu dəqiqə şagirdin gündəliyinə yazsın. Şifahi rəy də verə bilər, deyil, o da konstruktiv rəydir də. Gündəliyinə də yaza bilər, şifahi şəkildə də verə bilər. İndi biz dərs zamanı nə edirik? İndi vaxtımız çatmır deyə çoxun şifahi veririk də bu rəyləri şagirdə, amma gündəliyinə də yaza bilərik. İndi deyə bilərsiniz ki, bu boyda uzun cümlə necə yerləşsə, o da təbii ki, onunla razıyam. Gündəliklərin hər il 5 cür, 10 cür üstün dəyişib müxtəlif formatda çıxarınca içliyində dəyişiklik eləyib geniş versiyalı çıxarmalı. Düzdür, son bu il biraz geniş versiyası biri çıxmışdı. Nəysə. Yəni demək istədiyim odur ki, biz konstruktiv rəyi bir müəllim olaraq şagirdə şifahi şəkildə də verə bilərik, yazılı şəkildə də gündəliyinə yaza bilərik. Deməli bu oldu spesifik, aydın. Deməli bu spesifik hansına məxsusdur? Deməli gələcəyə yönəlik rəydir, konstruktiv rəydir. Amma bayaq deyirik ki, hə, sən nə bilim tapşırığı yerinə yetirməmisən və yaxud ki, əla düzgün yerinə yetirmisən. Amma bu və yaxud da ki, şeydir, əhsən sənə gözəl nəticə əldə eləmisən. Bunlar bir ümumi rəydir. Deməli, ümumi rəy destruktivə uyğun gəldi, amma spesifik rəy konstruktivə. Bunu da bildik. Onunla bağlı da başqa bir deyəcəyim qalmadı. Yəni, nə oldu? Şagirdin inkişaf etdirən, yəni şagird bilsin ki, nəyin üzərində işlənməlidir. Bax, bunları dönə-dönə vurğulayır. Mümkün qədər vaxtında rəy vermək. Bu nə deməkdir? Müəllim şagirdə müşahidə etdiyi və çatdırmalı olduğu bir məsələdən ona günlər, aylar sonra yox, həmin vaxt verməlidir. Bəli. Vaxtında rəy vermək doğrudur. Məsələn, şagird da ki, nəyi səhv elədi, nəyi düz elədi, bu da bildiyimiz bir məqamdır ki, yəni bunu deyir ki, vaxtında şagirdə çatdır. Vaxtında. Düzdürmü? Yoxsa hə, üstündən bir neçə ay keçəndən sonra sən filan tapşırıqda səhvə yol vermişdin. Bu artıq nə keçmişə yönəlikdə, bu olub bitib də, düzdürmü? Deməli, müəllim vaxtında rəy verməlidir. Yenə də bu rəy necə olmalıdır? Gələcəyə yönəlik rəy olmalıdır. Şagirdi inkişaf etdirən bir rəy olmalıdır. Deməli, düzgün vaxtında rəy vermək hansına ediləcək? Konstruktivə yoxsa destruktivə? Özün seçin. Təbii ki, konstruktivə. Bundan da bu qədər. Şagird nailiyyətini təlim məqsədləri baxımından dəyərləndirmək. Şagirdə verilən rəy onların əldə etmək istədiyi xüsusi bir nailiyyət barəsində olduqda daha effektiv xarakter alır. Bu rəy şagirdlərə son məqsədə çatmaq üçün nə etməli olduqlarını aydın şəkildə bildirməlidir. Başqa sözlə desək, verilən rəy şagirdi qoyulmuş məqsədə doğru aparmalıdır. Bunu dərsin əvvəldə də dedik. Verilən rəy dərsinin məqsədi nədir? Ona uyğun rəy verməlisən. Tutaq ki, biz necə ki deyirik ki, bugün dərsimiz nədirsə, şagirdi, təlim nəticəm nədir? Ona uyğun şagirdi qiymətləndirməliyim. Eyni ilə də odur da elə. Deyir ki, təlim nəticəsinə, vaxt deyir ki, məqsədə doğru aparmaq. Bax, şagird nailiyyətini təlim məqsədləri baxımından. Bugünkü dərsimin məqsədi nədir? Təlim nəticən nədir? Ona uyğun şagirdi qiymətləndirməlisən. Daha sonra deməli, məsələn, tutaq ki, deyə bilər ki, müəllim ta ki, bu günləri ismi keçib, amma gedir şagirdə digər deməli, nə bilim, başqa bir tamam fərqli bir mövzuya uyğun qiymətləndirmə prinsipi keçmişdik sizinlə. Hə, orada hansı prinsip pozulacaq? Özünüz xatırlayın görək. Deyirdik ki, uyğunluq olmalıdır. Düzdürmü? Keçdiyin mövzuya uyğun zəhmət çək şagirdə qiymətləndir. Rəyi şagirdlərə həssaslıqla çatdırmaq. Bu nə deməkdir? Rəyin şagirdə necə verilməsi, onun şagird tərəfindən necə qəbul olunması da təsir göstərir. Bəli. Ona görə də verilən rəy müsbət yanaşma ilə başlamalı. Pozitiv istiqamətli olması vacibdir. Şagirdə rəyi həssas rəy verməlisən. Həssas olmayan rəy destruktiv, keçmişə yönəltdi. Həssas olan rəy konstruktivdir. Hər bir şagirdin gördüyü işdə deyir, sayı az da olsa mütləq müsbət məqamlar var. Ola bilər elə bir şagird sənə bir tapşırığı bir bərbad hala salıb gətirib, amma sən orada deyir ki, az da olsa müsbət məqam var, onu tap. Və rəy həmin müsbət məqamdan başlamalıdır, bəli. Həssaslıqla verilən rəy müsbət məqamdan başlamalıdır.
Müsbət rəy şagirdin yaxşı fəaliyyətini ona vurğulayır, onda öyrənməyə həvəs yaradır, inamını və özünü qiymətləndirməsini yüksəldir, onu özünü dəyərli hiss etdirir. Müəllim nəzərə almalıdır ki, istənilən növ qiymətləndirmə şagird üçün müəyyən qədər emosional təsir daşıyır. Bəli, şagirdin yalnız problemli tərəfini ona çatdırmaq, onun özünə inamını, özünü qiymətləndirməsini kəskin şəkildə aşağı salacaq, doğrudur. Məlum məsələdir ki, müəllim qiymətləndirmədə, rəy verməkdə məqsədi şagirdi inkişafa aparmaqdır da. İnkişaf isə müsbət bir xüsusiyyətdir. Ona görə də hətta şagirdin bu günə qədərki fəaliyyəti yalnız səhvlərdən ibarət olsa belə deyir, mütləq şagirddə daim inkişafı vurğulamalıyıq. İndi burada bir məqam ağlıma gəlir, indi onu deyəcəm sizə. Negativ rəylər bəlkə gələcəkdə edəcəyiniz müsbət rəylərin də təsir gücünü artıq indidən azalda bilər. Deyir, negativ rəy deyirsən, o şagirdi həvəsdən salarsan, gələcəkdə də heç müsbət bir məqam çıxmayacaq ona. Buna görə də müəllimlər rəy verərkən həssas və konstruktiv olmalıdır. Həssas və konstruktiv. Bəzən müsbət məzmunu və niyyəti olan rəy şagirdə yanlış formada çatdırıla bilər və onun motivasiyasına mənfi təsir göstərə bilər. İndi burada iki məqam var, onu da deyəcəm. Birinci, bunun özünə aydınlıq gətirir, sonra keçək iki məqamına. Deyir ki, şagirdə həssaslıqdan rəy verməsən. Birinci, onun müsbət məqamına görə. Orada niyə gülmək tutur məni? Deyir ki, məsələn, düz deyir əslində, amma yenə də deyir ki, şagirdin ola bilər ki, heç bir, nə deyir orada ümumi olaraq, heç bir müsbət xüsusiyyəti olmasa belə, yəni indi bizim yapışa biləcəyimiz, tutaq ki, bu şagirddə bir ortaya qoyduğu bir iş yoxdur da, belə deyim, düzdürmü? Heç keçmişdə belə. Yəni indi bu sırf oxumayan şagirdlər üçün nəzərdə tutulur ki, deyir ki, oradan da yenə də bir şagirddə müsbət bir məqam tap. Yəni uzun sözün qısası belədir ki, şagirdi təriflə də. Şagirdi təriflə. Düz indi artıq əməl edən müəllimlər çox azdır, bu konstruktiv rəy vermək, buna əməl edən müəllimlər çox azdır. Amma indi biraz da müəllimi də qınamayaq da gəlindir. Bu şagird da keçmişdə də bir ortalığa qoyduğu bir nəticəsi olmayıb. İndi də yoxdur bir nəticəsi. Biz bu şagird axı necə bir müsbət istiqamət düzdür, müəllim hissəsi eləyir. İndi burada məni qınayanlar olacaq ki, ay müəllim belə dedi. Yox, amma reallıqdan danışırıq. Əgər otur düz danışırıq və ya da ki, elə sizin özünüz. Elə müəllim var ki, hərdən əsəbləşirəm. 5 dərsdən 3-ünün testini təhvil verir, 1-nin testini təhvil vermir. Mən bu müəllimi necə yalandan tərifləyim, ona gələcəyə yönəlik rəy verim. Özünüzdən misal çəkən, özünüzdən zəhmət olmasa şagirdlərə getmirik. Yəni belə, indi elə müəllim var ki, indi bir dərs testin təhvili vermir, deyirsən ki, eyb yox, bəli, sən hər dərs testi və təhvili verirsən, düzgün şəkildə ola bilər, vaxtın çatmayıb, amma növbət dərs üçün deməli bu testi yerinə yetir. Olur gələcəyə yönəlik. Amma mənə 5 dərsdən birində güclə testi təhvil verən müəllim, axı mən necə onu ancaq balta mişarı göndərmək lazımdır. Sizə buradan ismarız. Keçirik indi bu iki məqam nədir? Bildik də, yəni müəllimlər həssaslıqla çatdırılmalı. Yenə deyir ki, müsbət məqamını önə çək, oradan bir müsbət məqam tut, belə şagirdə yönəlt. Yoxsa deyir ki, sən elə bir rəy verəcəksən ki, tutaq ki, şagird həvəsdən düşəcək, gələcəkdə oxumaq fikri varsa heç oxumayacaq. İki məqam nədir müəllimlər? Deyir ki, iki situasiya var ki, burada verilən rəy şagirdə əks təsirə səbəb ola bilər. Hə, əks təsirə, bəli. Bunlardan birincisi şagirdin monitoringin çox ciddi şəkildə aparıldığını, yəni müəllim daim ona nəzarət etdiyini, bəli, onun üzərindəki kontrolunu yaxından hiss etməsidir. Deməli, deyir, bu halda şagird həyəcanlanır və yavaş-yavaş öyrənmə prosesindən uzaqlaşır. Bəzən müəllim bir şagirdə o qədər, belə deyim də, nəzarətə saxlayır ki, həqiqətən də bu reallıqdır. O şagird artıq o ciddi nəzarətdən belə qorxur, çəkilir, heç öyrənmə prosesini geri qoyur. İkinci hala gələcəm. Bax, birinci halı heç müəllimi də qoyuram qırağa. Bir dəfə bir şagird var idi, indi hamımızın danışırıq da, indi şagirdlərdən müəyyən bu oxumaq, təhsil, elmdən müəyyən indi bir neçə dəqiqəlik yer ayırırıq. Bir şagird var idi 9-cu sinifdə şagirdlərdən biri. Dedi ki, müəllimə dedi, hə, o şagird vurğulamış ki, mənim atam qızıl nə idi? Qırmızı diplomla bitirib universiteti, indi taksi şoförü işləyir və s. Buradan söz açıldı diplomdan və s. Sonra da özünə də gəldi ki, bəs mən ona dedim ki, sən əvvəl yaxşı oxuyan şagirdin, indi aşağı sinifdə demək ki, digər fənlərdə, yəni yaxşı oxuyanda, çünki bilirəm, yaxşı oxudum və sonra nə oldu, nə oldu? Deyir ki, müəllimə, ata sizə düzün deyim, dedim de. Dedi ki, mən aşağı sinifdə yaxşı oxuyurdum, hər zaman da atamın nəzarəti mənim üstümdə idi.
Amma həddindən çox mənə nəzarət eləyirdi. İndi o məqam yadıma düşdü. Deyirəm ki, necə nəzarət nəyə deyirsən? Nə edirdi ki? Deyir ki, məsələn, adicə tutaq ki, aşağı qiymət alan kimi məni döyürdü. O qədər döyürdü, özü də pis döyürdü. Bax, uşaq utanmadan 9-cu sinif şagirdlərində oğlanlardan biri, yəni 9-larda birisi artıq münasibət necə olur olarsa, artıq çəkinmlər. Aşağı sinif dilə gətirib deyə bilməz, atam məni döyür, anam döyür. Onlar üçün faciədir bu. Utanarlar. Və ya da biri deyən kimi o bir uşaqlar ona qəribə. Amma 9, 10, 11 hər sözü belə deyim, artıq danışırlar da. Onlar üçün adi haldır. Deyir ki, amma həqiqətən mən çox pis oldum. O şagird onu danışan zaman ki, deyir mənə çox pis döyürdü. Qiymətim aşağı düşən kimi döyürdü. Müəllimə biraz zəif cavab verən kimi, müəllim gündəlikmə nəsə yazan kimi məni pis döyürdü. Deyir belə-belə mən artıq deyir oxumağı konkret artıq deyir atamla üzləşdim. Dedim ki, mən bundan sonra oxumayacağam. Yəni o şagird artıq çox zəifləmişdi. Yəni artıq da digər fənlərdən də oxumurdu. Amma əvvəlin yaxşı oxuyan şagirdlərdən biri idi. Yəni mən öz başıma gələn hadisədir, yəni şagirdlə öz ünsiyyətimdir ki, danışdığı. Yəni bax görürsünüz, indi burada da deyir ki, ciddi nəzarət. Burada indi müəllimin nəzarətini deyir, amma mən sizə valideynin nəzarətinə bildirdim. Yəni müəllim də bir şagird üzərində kontrolunu çox saxlayanda, o şagird də bundan nə edir? Bəzən olur ya, imtahana gedirsiniz, nəzarətçi durur başınızın üstündə, bildiyinizi də unutursunuz. Bax, eyni şeydir də. İkinci hal, rəy verilərkən şagirdin bunu sinifdəki rəqabət kimi, bəli. Bax, bunu da testdə diqqətli olun. İkinci hal isə rəy verilərkən şagirdin bunu sinifdəki rəqabət kimi anlamasıdır. Bəzi hallarda şagirdlərə verilən rəy onlar arasında rəqabət yarada bilər. Məsələn, tutaq ki, necə müəllimlər? Bir şagirdi biz digərləri ilə müqayisə edirik. Düzdürmü? Deyirik ki, bax, Aysel necə yaxşı oxuyur, sən də belə oxumalısan. Hə? Və tutaq ki, Nuray bunu belə eləmişdi, tutaq ki, sən də belə eləsəydin daha yaxşı olardı. Rəqabət, sağlam rəqabət başqa şeydir. Bir də var ki, yersiz belə müqayisə aparırsan. Bax, bu müqayisələr də nə edir? Şagirdi geri sala bilir həqiqətən də. Belə rəydən sonra həmin şagird öyrənmə prosesinə qoşulub inkişaf edə bilməyəcək. Belə halın baş verməməsi üçün müəllim mümkün qədər ehtiyatlı olmalıdır. Şagirdə verilən rəy onları biri-biri ilə deyil, özlərinin əvvəlki vəziyyəti ilə müqayisə edilməlidir. Tamamilə doğrudur. Baxın, ikinci məqamda nədir? Deyir ki, şagirdi o birilərlə müqayisə eləmədə şagirdin indiki nəticəsinin əvvəlki nəticəsi ilə nə et? Müqayisə et. Bax, deyir ki, tapşırıqlar üzərində yorulmadan rəy zamanı aşağıdakı ifadələrdən istifadə etmək olar. Tapşırıqlar üzərində yorulmadan çalışmağın xoşuma gəlir. Mən görürəm ki, tapşırığın həllində bu üsuldan istifadə etmisən. Mənə maraqlıdır bu məqamda bu üsuldan istifadə etməyinin səbəbi nədir? Görürsünüzmü? Əgər bu tapşırıq üçün digər bir üsuldan istifadə etsəydin, nəticə gözlədiyin kimi olardımı? Beləliklə, hər bir müəllim şagirdə müsbət, dəstəkləyici, konstruktiv və həmin şagirdin nəzərə alan rəy verməlidir. Rəy yalnız müəllim tərəfindən verilmir. Bayaq da dedik, özləri bir-birinə rəy vermək var. Yoldaş qiymətləndirməsi deyirik və özünü qiymətləndirmə konstruktiv, yəni bir-birinin inkişafına yönəlmiş, emosional cəhətdən həssas və daha çox müsbət tərəflərə köklənmiş rəy verməyə bacarmaq lazımdır. Rəy vermə elə bir həyati bacarıqdır ki, bunu hər bir şəxs gündəlik həyatında istifadə edir. Xüsusən valideynlərin bu prosesdə ehtiyatlı olmaları lazımdır. Günümüzdə öz övladını başqa uşaqlarla davamlı olaraq müqayisə edərək onların həyat baxışını və psixologiyasını zədələyən valideynlərin sayı azlıq təşkil edir. Həm valideyn, həm müəllimlərin sayı azlıq təşkil etmir həqiqətən. Müəllimlər də bu yersiz müqayisəni aparır. Amma deyir ki, şagirdə əvvəlki nəticəsinə. Məsələn, tutaq ki, görürsən ki, indi şagird bir tık irəliləyişi var. Denən ki, sən tutaq ki, əvvəllər məsələn çox tapşırıqlarda çox səhvə yol verdin, amma indi səhvlərin sayı azalıb. Əvvəlki nəticəsi ilə indiki nəticəsini nə etməlisən, müqayisə edə bilərsən. Demək, müəllimlər, biz nə öyrəndik? Bax, gələcəyə yönəlik rəy haqqında qısa tez danışaq. Deməli, dedik ki, gələcəyə yönəlik rəy şagirddən bir müsbət məqamı çək, harda səhvə yolu verib, ikinci də onu vurğula, inkişafa yönəlik də bir fikir bildirməlisən onun yanında. Sonra emosiyalarına deyil, idraki fəaliyyətinə bağlı rəy ver. Tutaq ki, əla, gözəlsən, ağıllı idin, bunu yerinə yetirdin. Yox, tutaq ki, sən bunu nə bilim təhlil etdin, araşdırdın, neynədin, yerinə yetirmisən. Spesifik olmalıdır. Ümumi olsa bu keçmişə yönəlikdir. Spesifik gələcəyə yönəlikdir. Rəyi vaxtında verməlidir müəllim.
təlim məqsədlərinə uyğun olmalıdır. Şagirdə həssaslıqla çatdırmalısan, yenə də bir pozitivin önə çəkməlisən. Yəni belə. Bu da olur gələcəyə yönəlik rəy haqqında. Yəni konstruktiv rəydən düşür bir sual, ona görə diqqətli olun. Düşünürəm ki, həm kitab dili ilə, həm belə sizə sadə formada çatdırmış oldum. İndi mövzumuzun digər hissəsi ilə davam edək. Aha, indi qalmışdıq harda müəllimlər? Bayaq burada. Əks əlaqənin növləri. Çünki mən birinci düşdüm aşağı hissədən sizə belə deyim. Bu əks əlaqə nədir? Bunun özünü izah elədim. Rəylərin verilməsi. İndi görək bu rəylərin hansı növləri var. İndi növünü öyrənirik. Bax, əks əlaqənin növləri. Korreksiya edici əks əlaqə var, təsviri əks əlaqə var, konstruktiv əks əlaqə var. Bayaq danışmışıq əslində motiv edici əks əlaqə var. Bu bir-birindən bağlı şeylərdir. Qeyri-adi bir şey yoxdur. Korreksiya nə deməkdir? Yəni belə deyim də, korreksiya ilə, bərpa ilə. Hə? Demək müəllimlər, korreksiya edicilərə yadda qısa-qısa danışacağım bu hissələri, artıq mahiyyətini başa düşdük. Deyir, şagirdə doğru informasiya və konsepsiyalar hazır şəkildə təqdim olunur. Bax, hazır şəkildə. Əsas deyir, şagirdin buraxdığı səhvə yönəl və ona harda səhv olub, onu hazır şəkildə şagird ötür. Yəni, burada artıq bilirsiniz nədir? Korreksiya edicidə vaxt çox getməsin deyə. Baxın, indi bunun sonluğu görüm haradaydı o. Əks əlaqə anında düzəliş etmək daha səmərəlidir. Bu şagirdin diqqətinin yayınmamasına və prosesi sürətlə davam etdirməsinə kömək edəcəkdir. Şagird tapşırıqda səhvə yol verib. Biri var deyəsən ki, get filan kitabın filan səhifəsini aç oradan bax. Bir dəfəlik aç oradan düstur yerindəcə göstər ki, bu mövzunu biz bu gün taki keçdik. Bax elə bu düsturda sən səhvə yol vermisən, bu düstur belə idi. Aç oradaca göstər. Deməli, korreksiya edici nədir? Şagirdin buraxdığı səhvə yönəlir fikrimiz. Orada konsept, yəni informasiya hazır şəkildə ötürüldü. Bir dənə anında yerindəcə düzəliş olunur ki, yəni çox vaxt getməsin. Bax, deyir ki, şagirdin diqqətinin yayınmamasına və proses sürətlə davam etməsinə kömək edir. Korreksiya odur, budur. Korreksiya odur, budur. Yəni, o oldu ki, yerindəcə bərpa elədik. Bu belə. Sonra təsviri əks əlaqə, yəni belə düzün desək, bu təsvirini özləri də nə üçün verib bunu bilmirlər, amma nəysə buna baxaq. Bu əks əlaqədə şagirdlərin nəyi yerinə yetirib yetirmədikləri təsvir olunur. Yəni, müəllim şagirdin fəaliyyətindəki uğurlar və çatışmamazlıqlar haqqında detallı şəkildə fikir bilir. Əslində, elə eyni şeydir də. Deyir ki, nəyi yerinə yetirib yetirmək təsvir olunur, nəyi uğurlu çatışmamazlıqlar haqqında detallı fikir bildirir. Bu zaman müəllim heç bir münasibət göstərmir. Məqsəd şagirdin diqqətini tapşırığı hansı hissəsinin uyğun olub olmadığını şagirdin diqqətinə çatdırmaq. Yəni, əlavə heç bir münasibət verilmir də. Yəni, bunu burada düz elədin, səhv elədin, bunu belə eləsən daha yoxdur. Belə bir fikir olmur. Deyir, məqsəd şagirdin diqqətini tapşırığın hansı hissəsinin uyğun olub olmadığını şagirdin diqqətinə çatdırır ki, bu hissəsini da ki, düzgün eləmişsən, bu hissəsini səhv eləmişsən, belə. Konstruktiv rəy bayaq danışmışıq. Nəyi düzgün, nəyi yanlış haqqında məlumat verdi. Həmçinin səhvləri necə düzəltməyin yolları. Bildik də, bayaqları geniş izah elədim. Nəyi düzgün, nəyi yanlış. Bir müsbətini önə çəkdin, harda yanlış eləyib ikinci məqam onu, bir də istiqamət verdin, düzəlişin yolları. Məsələn, bəlkə ola bilər belə düşəcək ki, şagird nəyi düzgün edib, nəyi yerinə ta ki, səhv edib və onu necə düzəltməlidir, bu hansıdır? Deməli, konstruktiv rəydir. Amma yerindəcə, anında, belə deyim, o proses çox uzun getməsin, sürətli şəkildə davam eləsin, vaxt çox getməsin, hazır şəkildə ötürdük, konstruksiya edici oldu, düzdürmü? Motive edici, motivasiya sizlərə də lazım olur zaman-zaman. Bu əks əlaqə şagirdləri daha çox emosional dəstəkləməyə xidmət edir. Bax, desək ki, əks əlaqənin hansı növüdür? Emosional dəstəkləməyə xidmət edir, motive edicidir. Motivasiya. Deyir, emosional rəy verməklə səhv salınmamalıdır, bəli. Şagirdlərin öyrənmə prosesində göstərdikləri səyi, uğurlarını, xüsusi məqamları vurğulayır. Nəticəyə yox, prosesə yönəlir, bəli. Belə əks əlaqə adətən öyrənmə prosesi zamanı çətinlik çəkən və özünə inanma aşağı olan şagirdlər üçün çox faydalıdır. Bu hissə sizə də tanış olar. Bəzən bir də görürəm ki, müəllimlərdən biri yazır şəxsiyyən, müəllimə ruhdan düşmüşəm, oxumağa həvəsim qalmayıb. İstər ixtisasdan və ya da ki, kurikulumdan fərq eləmir, yazırlar.
Mənə bir motivasiya səsi göndərin, məni bir ruhlandırın, çox rast gəlirəm. Yəni belə indi hərdən də elə müəllim də yazır ki, bir də görsən ki, o hasam dərsin birində tapılıb, beşində tapılmayan. Elə ürəyimdən keçir ki, hərdən elə demək istəyirəm. Sənə biz nə motivasiyası verək? Sənə hansı motivasiyanı verim ki, deyir Allaha da xoş getsin. Bir dərs tapılırsan, 5 dərs tapılmırsan. Hə, amma elə şagird və ya da ki, müəllim deyim də. Elə müəllim var ki, oxuyur, davamlı olur. Bir də görsən ani bir problemləri çıxır və ya da ki, indi kənardan kimsə deyir, "Əşi, neynirsən, imtahana hazırlaşsan, düşdü ruhdan, heç nə həvəsi öldü." Hə, indi bu müəllimlərə motivasiya amma yox, bir dərs tapılıb, 5 dərs tapılmaz, sonra ilə ruhdan düşdüm. Mövzular mənə güc gəlib, testin altında boğuluram, heç çatdıra bilmirəm. Bu tapşırığım qalıb, o testim qalıb, bu qalıb. Əlbəttə ki, o testlərdə boğulacaqsan, çünki vaxtında yerinə yetirməlisən, vaxtında izahlara baxmalısan, vaxtında müzakirə qaydına baxmalısan və ya da ki, dərsə qoşulmalısan. Çox gözəl motivasiya oldu sizə, hə? Demək, bu da belə. Yəni motivasiya edici əks əlaqəni də danışdıq. Bəs əks əlaqənin məzmunu nədir? İndi buna danışaq. Növləri haqqında bildik müəllimlər. Keçək bura. Əks əlaqənin məzmunu. Aha, bu hissədə elə bayaqdan danışdıqlarımızdan bağlı olan hissədə bunun üzərində çox dayanmayacağam. Əsas keçəcəyik o bir hissəyə. Deməli, əks əlaqənin məzmunu. Öyrənmə prosesi haqqında əks əlaqə nədir? Ekranımız yerindən oynadı. Bu əks əlaqə şagirdin öyrənmə prosesinə, yəni şagirdin öyrənmə strategiya və metodlarına fokuslanır. Bax, öyrənmə prosesi haqqında əks əlaqə deyəndə öyrənmə prosesinə, strategiya və metodlar, üsulları. Məqsədi şagirdin özünün problem həll etmə və öyrənmə prosesini yaxşılaşdırmasına nail olmaqdır. Aha, yəni deyir ki, müəllimlər, baxın, nə? Öyrənmə prosesi haqqında əks əlaqə adı üstündə müəllim elə bir rəy verir ki, şagirdin bu öyrənməsi ilə bağlı. Bax, şagirdin öyrənmə prosesinə, yəni şagirdin öyrənmə strategiya və metodlarına fokuslanmaq lazımdır. Hə? Əks əlaqə elə bir rəy verməlisən ki, şagird bu ta ki dərsləri necə öyrənir, hansı strategiya metodlardan istifadə edir, buna fokuslanmaq lazımdır. Buna uyğun rəy verməlisən. Məqsədi şagirdin özünün problem həll etməsinə, bayaq dediyimiz kimi, prosesin yaxşılaşdırmasına nail olmaqdır. Proses haqqında verilən əks əlaqə konstruktiv, təsviri, motivedici, korrektici ola bilər. Təbii ki, yenə də bayaqçılar kimi. Hə, deməli belə tutaq ki, sən dərslərin məsələdə bu üsullardan istifadə edirsən, bu üsul strategiyalardan oxuyursan, sonra bir neçə dəfə təkrar eləyirsən deyə daha yaxşı nəticələrin olur. Artıq elə bir rəy verilməlidir. İndi mən ümumi deyirəm, ha, şagirdin o üsul metodlarına uyğun. Biri deyəcək mən bir dəfə oxuyuram, amma elə bir rəy verə bilərsən ki, biri deyəcək 2 dəfə oxuyuram, 3 dəfə oxuyuram, sonra müəllim ona bir öyrənməsi haqqında bir rəy verir ki, bəli, sən bax 2 dəfə tutaq ki, mövzunu oxumusan, nağılı. Ondan sonra nə? Bir dəfə öz-özünə danışmısan, tutaq ki, buna görə də nədir? Məsələn, nə bilim, hə, indi nağılı yaxşı mənimsəmisən, başa düşmüsən, artıq o biri şagird də bundan hətta nəticə də çıxa bilər. Yəni öyrənmə prosesi haqqında bir rəy verməlisən. Məzmun haqqında əks əlaqə nədir? Bu əks əlaqə fənnin məzmunu ilə bağlı olur. Şagirdin təqdim etdiyi tapşırığın məzmununa baxın. Şagirdin təqdim etdiyi tapşırıq məzmuna yönəlgi olmalıdır. Materialın dəqiqliyi, aktuallığı, dərinliyi haqqında artıq bir rəy verməlisən. Məzmun haqqında verilən əks əlaqə yenə də konstruktiv, korrektiv ola bilər. Bu dəfə artıq məzmun haqqında bir rəy verilir. Məhsul haqqında deməli bunlardan bağlı elə də çox düşmür, amma yenə də bunlarda nəzər salırıq ki, məzmun deməli hansılar oldu? Öyrənmə prosesi haqqında, məzmun haqqında, məhsul haqqında. Burada əsas diqqət şagirdin gördüyü işin nəticə, məhsul nədir, nəticəsinə. Burada tapşırığı nəticə olaraq tamlığı, keyfiyyəti, qoyulan meyar və tələblərə uyğunluğu haqqında məlumat verilir. Məhsul, yəni nəticə haqqında verilən əks əlaqə adətən summativ yekunlaşdırıcı olur. Bəli. Gördüyünüz kimi əks əlaqə müxtəlif məzmunlu və məqsədli olur və yalnız o əks əlaqə effektiv hesab edilir ki, şagird üçün faydalı olsun və şagirdə fəaliyyətləri və nailiyyətləri haqqında, onun öyrənməsi haqqında düzgün informasiya versin. Yəni şagird emosional cəhətdən dəstəkləsin. Müəllimlər təqdim edilən əks əlaqə növlərinin kombinasiyasından istifadə edə bilərlər. Əks əlaqə həm şagirdlərin öz aralarında, həm də müəllim-şagird arasında aparıla bilər. Həmçinin şagird özü öz fəaliyyətinə əks əlaqə verə bilər. Əsas məsələ odur ki, verilən əks əlaqə bayaq danışdığımız kimi obyektiv olsun, bəli. Bunun üçün şagirddə tənqidi və yaradıcı təfəkkür, metakognitiv bacarıq formalaşdırmaq, o öz-özünə qiymətləndirmə deyil ki, hansı bilikdə adı formalaşır, metakognitiv. Onun emosional intellekti inkişaf etdirmək vacibdir. Qeyd əks əlaqə şagirdin yalnız akademik fəaliyyətinə deyil, onun davranışına, sosial bacarığına, ünsiyyətinə də verilə bilər. Görürsünüzmü? Deyir təkcə akademik
fəaliyyətinə yox, digər məqamlarda. Bunun üçün isə müəllimin müşahidə bacarığı yüksək olmalıdır. İndi danışacağıq. Bəli, bax bu müşahidə bacarığı bizə vacib hissələrdəndir. Burada danışacağıq. Düzə ən vaciblərini danışıb bitirmişik, amma bunlara da nəzər salacağıq müəllimlər. Adı üstündə demək deyir davamlı müşahidələrin aparılması. Adı üstündə. Müşahidə prosesi sinifdə gedən bütün proseslərin, o cümlədən deyir nə? Qiymətləndirilmənin ayrılmaz bir hissəsidir. Formativ qiymətləndirmədə müşahidə xüsusi rol var, bəli. Çünki məhz bu zaman şagirdlərin anlamasını ölçməyə, təlim ehtiyaclarını və fəaliyyətlərini dəyərləndirməyə və onları inkişaf etdirməyə imkan olur. Müəllim belə deyək də, formativ qiymətləndirmə müşahidənin səmərəli aparılması üçün bir neçə açar məqamı diqqətdə saxlamalıdır. Bunlar hansılardır? Baxın, deməli deyir ki, davamlı proses olması. Müşahidə formativ qiymətləndirmədə davamlı və arası kəsilməz prosesdir. Burada deyəsən bunu rəngli eləməmişəm. Bax, davamlı prosesi olması bu da rəngli olmalı idi. O birlərini etmişəm, o gözdən qaçıb. Deməli, müşahidə davamlı proses olmalıdır. Bu hər hansı bir tapşırıq və testlə məhdudlaşa bilməz. Müşahidə bütün tədris prosesinə davam edir. Adicə bax, adı üstündə. Dərs keçirir şagirdlərə. Dərs keçən zaman gedişatda belə bir sinifi müşahidə edirik. Falan şagird bir də görsən hər hansı bir dərslə bağlı olmasın, mövzudan bağlı bir də görsən dərsin gedişatını davamlı olaraq pozmağa cəhd eləyir. Müəllim bu şagirdləri müşahidə eləyir və hətta ki, mövzudan bağlı kim nəyə başa düşüb. Baxırsan ki, sən dərsi izah edirsən, hər hansı bir şagird orada üzvə baxır, gözünü döyür və hətta ki, nə bilim, üzvə elə baxır ki, o dəqiqə bilirsən ki, bu şagird artıq mövzunu başa düşməyib. Deməli, müəllim nə etməlidir? Davamlı müşahidə eləməlidir. Bu proses davamlı olmalıdır. Formal və qeyri-formal olması, bəli. Qeyri-formal deyir ki, müşahidə bütün dərs zamanı aparılır, bəli. Formal müşahidə isə daha strukturlu bir şəkildə aparılır. Məsələn, ümumiləşdirici dərslər, viktorina, kiçik layihələr. Bu nə deməkdir? Bax, deyirik ki, müəllimlər, demək, formal müşahidə bütün dərs zamanı eyni ilə tutaq ki, dərsi izah edirsən, baxırsan ki, o şagird sənin üzvə baxır, biri başından başa düşdüyünü bildirir, biri nəsə mimika jestdən bilirsən ki, tam da başa düşmədi. Bütün dərs zamanı aparılırsa, bu formal müşahidədir. Amma deməli, üzr istəyirəm, qeyri-formaldır. Qeyri-formal müşahidə dedik ki, bütün dərs zamanı aparılır. Bu olur qeyri-formal. Amma formal müşahidə nədir? Baxın, deyir ki, strukturlu şəkildə aparılır. Deməli, müəllimlər, belə bir şey deyək ki, bunların indi biraz geniş izahını vereyim. Deməli, birinci onu bildik ki, qeyri-formal nədir? Bütün dərs zamanı aparılır. Amma formal müşahidə nə oldu? Deyirik ki, daha strukturlu şəkildə aparılır. Bu nə deməkdir? Bunun izahını verək. Bayaq dediyim nümunə var. Məsələn, deyirik ki, tutaq ki, dərs izah edirik. Şagirdin biri, nə bilim, gözünü döyür, baxır bizə, biri başını yelləyir, təsdiqləyir. Bu, dərsin gedişatında olan müşahidədir ki, müəllim müşahidə aparır. Bu hansına aid olacaq? Dərsin gedişatında aparılırsa qeyri-formal. Amma bu formal var, bu formalda demək nə baş verir? Müəllim müəyyən meyar əsasında bəzi şagirdlərin müşahidəsini aparır ki, məsələn, tutaq ki, hansını deyim, tutaq ki, qrup işi zamanı müəllim çox müşahidə eləyir ki, bir neçə şagird var ki, tutaq ki, Əli, Vəli, nə bilim, Pirvəli, bunlar qrup işində daha çox o gedişatı pozan, nə bilim, qrup işinə mane olan şagirdlərdir. Düzdürmü? Və hətta ki, hər hansı bir araşdırma aparan zaman, təhlillər aparan zaman filan Aysel ilə Aynur daha çox biraz hər hansı bir kənara çıxmalar nələrsə olursa da, düzdürmü? Deməli, müəllim sırf o şagirdləri izləyir. Başa düşdükmü? Bax, qeyri-formalda deməli bütün dərs prosesində baş verir. Demək olar ki, bütün şagirdlərə ümumi nəzarət var. Amma demək, formal nəzarət isə müəyyən şagirdlərə nəzarət olunur ki, artıq onlar üçün meyarlar tətbiq olunur. Bunların əsasında sanki müəllim onların üstün zəif cəhətlərini müşahidə edir. Onların biraz da belə deyək də deməli, biraz inkişafa yönəlik bu mənfiləri aradan qaldırmaqdan ötürü addımlar atır. Deməli, sual gəlsə ki, tutaq ki, müəyyən meyar əsasında müşahidə hansında aparıldı müəllimlər? Deməli, formalda. Bu da belə. Səmərəli əks əlaqə üçün faydası nədir? Müşahidə zamanı şagirdin fəaliyyəti haqqında informasiya toplanır. Müşahidə zamanı toplanan informasiya şagirdə verilən əks əlaqədə istifadə olunur. Səmərəli əks əlaqə, bəli. Deyir, müşahidə aparırsan, informasiya toplayırsan, ondan sonra da şagirdə bunun haqqında əks əlaqə verirsən, bildirirsən.
Aha, sonra görək nədir? Deyir, şagirdin təlim ehtiyacları haqqında məlumat toplamaq. Yəni, müşahidədən məlumat toplayırsan. İndi təlim nəticəsi haqqında. Müşahidə həmçinin şagirdlərin öyrənmə üçün fərdi xüsusiyyətlərini müəyyənləşdirməyə xidmət edir. Həm fərdi xüsusiyyətləri müəllim öyrənmiş olur, şagirdlərin tapşırıqları necə yerinə yetirdiklərini, cavablarını, məsələyə yanaşma tərzlərini müşahidə edərkən onlar haqqında ətraflı məlumat öyrənir. Tutaq öyrənmə tərzi, şəxsiyyət növü və s. Yəni, bunların üzərində çox dayanmıram müəllimlər və videomuzun dəqiqəsi çox olmasın deyə, yəni rahatdır. Müşahidə edirsən təlim nəticəsi haqqında, şagirdin özü haqqında, nə bilim, öyrənmə tərzi haqqında məlumat əldə edirsən. Qeyri-verbal informasiyanın oxunması, şagirdlərin bədən dili, mimika, digər qeyri-verbal siqnalların, onların emosional vəziyyəti, mövzunu anlamaları haqqında məlumat verir. Bəli, qeyri-verbal informasiya. Bir də görürsən ki, şagird ancaq bədən hərəkətləri eləyir, nə bilim, üzlü, jest, mimika hərəkətlərdən istifadə edir. Bu baxımdan müşahidə zamanı qeyri-verbal informasiyanın oxunması mühüm əhəmiyyət kəsb edir. Sinifin dinamikasının anlaşılması. Müşahidə sinifin dinamikasını, şagirdlərin dərsdə nə qədər aktiv və ya pasiv olmasına, dərsə cəlb olunmasına, o cümlədən şagirdlərin biri-biri ilə və müəllimlə nə dərəcədə ünsiyyətdə olduğunu müəyyənləşdirməyə xidmət edir. Bu da tədrisin səmərəli olmasına mühüm rol. Bir də görürsən ki, bir dinamik sinifdir də həqiqətən. Nə bilim, müəllimlə əks əlaqə də orada var. Ondan sonra öyrənmə prosesinə maraqlıdırlar. Amma elə sinif var ki, nə bilim, öyrənməyə heç həvəsləri yox, bir o dinamiklikdən söhbət getmir. Nəysə, qeydiyyatın aparılması, müşahidənin nəticələrinin qeydiyyatı aparılmalıdır. Çünki bu qeydlər valideynlərlə, şagirdlərlə, digər müəllimlərlə müzakirə zamanı, dərslərin planlaşdırılması zamanı istifadə olunmalıdır. Bəli, özünü qiymətləndirməni dəstəkləmək üçün deyir ki, şagirdlərin özünü qiymətləndirməsini dəstəkləmək, onları özünü qiymətləndirmə haqqında düşünməyə sövq etmək, bununla da öz bilik və bacarıqları haqqında məlumat toplanmaq üçün yönəltməyə xidmət edir. Özünü qiymətləndirmə adı üstündə. Ümumilikdə formativ qiymətləndirmə zamanı müşahidə sinifdə şagird yönümlü dəstəkləyici mühitin yaradılmasına xidmət edir. Həmçinin müəllimə metodikasının strategiyalarını, şagirdlərin tələblərini uyğunlaşdırmasına şərait yaradır. Doğrudur. İndi biz nədən danışacağıq müəllimlər? Formativ qiymətləndirmə zamanı hansı üsul və vasitələrdən istifadə oluna bilər? Son olaraq bunlardan da danışaq, ondan sonra yekunlaşdıracağıq. Belə deyim də, indi burada mən çox hamısını yazmamışam, biraz qismini yazmışam, amma digərlərini şifahi deyəcəm. Kimisi isə kitab üzərində öz kitabı üzərində və ya da ki, nə bilim, bir dəftərində qeydiyyatını aparır. Qiymətləndirmənin üsul və vasitələri nədir? Bax, üsul odur ki, müşahidə edir müəllim. Vasitəsi nədir? Müşahidə vərəqi. İndi son illər situativ suallar düşür, amma əvvəllər düşürdü ki, müşahidə üsul olaraq müşahidədir, deyirdi. Müşahidənin demək ki, vasitəsi hansıdır? Vasitə nədir? Müşahidə vərəqi. Müəllim müşahidə var, bu vərəqə yazmalıdır. Üsul nə oldu? Müşahidə. Vasitə nə oldu? Hara qeyd edirsən? Vasitə oldu müşahidə vərəqinə. Üsul şifahi sual-cavabla da apara bilər müəllim formativ qiymətləndirməni. Düzdürmü? Bax, vasitəsində qarşısında yazmışam. Nədir? Qeydiyyat vərəqinə yaza bilər. Şifahi elədir ki, yazmaya da bilərsən, amma yazsan daha yaxşı olar. Tapşırıq vermə, bəli. Vasitə nədir? Tapşırıq vermə nədir? Çalışma verirsən də elə. Vasitə oldu çalışma. Özünü qiymətləndirmə və yoldaş qiymətləndirilməsi bu üsuldur. Amma vasitəsi nədir? Vərəqdə apar qeydiyyatı var. İndi bunun haqqında da bir əlavə bir şey deyim. Özünü qiymətləndirmə və yoldaş qiymətləndirməsi necə aparılır? Demək, müəllim tutaq ki, özünü qiymətləndirmək üçün bir nümunə hazırlayır, tutaq ki, bir cədvəl şəklində. Orada müəyyən meyarlar yazır. Tutaq ki, şagirdin adı, soyadı, tarix. Tutaq ki, Məmmədov, nə bilim, Əli, adın, soyadını yazır, sonra tarixi, nə bilim, indi neçənci ayın, neçənci ili, tarixi də qeyd etdi. Məsələn, tutaq ki, hansısa meyarlar əsasında özünü qiymətləndirəcək şagird. Müəllim orada müəyyən meyarlar qoyub ki, tutaq ki, bu mövzudan bağlı, hər hansısa bir mövzudan bağlı nə deyək? Dərsimiz qiymətləndirmə, düzdürmü? Mən orada yazıram ki, tutaq ki, mən müəlliməm, şagirdi, tutaq ki, sizi qiymətləndirmək istəyirəm. Özünü qiymətləndirmənin həmçinin yoldaş qiymətləndirmədə, yəni meyarlar olmalıdır. O vərəqdə meyarlar olmalı. Şagirdin adı, soyadı, sinifin lap yaz, tarixin yaz, şagirdin neçə sinifin, neçə say var. Belə deyim, sinifində 25 şagird var, hamısı uyğun tək-tək ayrılıqda təqdim olunmalıdır. Bunlar. Yazıram ki, tutaq ki, birinci, özünü qiymətləndirmədən bağlı deyil. Deməli, məsələn, formativ qiymətləndirməni öyrənə bildim.
Bunu yazdım, bir meyar götürürəm. O biri xanasına yazıram yaxşı, orta, kafi. Mən bu meyarı qoymuşam. İndi şagird özünü qiymətləndirəcək. Tutaq ki, özünü formativ qiymətləndirməni plus qoyacaq. Plus minus. Yaxşının altından plus qoyacaq ki, yaxşı. Məsələn, o biri şagird ortada. Ortanın alt xanasından plus qoyacaq. O birisi öyrənməyibsə deyəcək kafinin altından. Və ya da ki, əks əlaqə, konstruktiv rəy haqqında geniş məlumatım oldu. Və ya da ki, nə bilim ki, konstruktiv rəydən destruktiv rəyi fərqləndirə bilirəm. Belə bir meyar qoyuram. İndi sən nə dərəcə özünü qiymətləndirirsən, ona görə deyirəm, qiymətləndirə bilirəm. O biri xanasına yaxşı, orta, kafi qoyulur. Məsələn, tutaq ki, şagird nəyi konstruktiv rəydən destruktiv rəyi ayıra bilirsə, bax, yaxşının altından plus qoyacaq. Orta səviyyədədirsə, nə bilim, bunun altından plus qoyacaq, o birilərdən yox. Heç nə öyrənə bilməyibsə, bu kafi. Kafini hamısını geniş yazmaq lazımdır. Mən belə qoyuram, bura plus qoydum ki, yəni kafi. Və yaxud da ki, nə bilim, birinə plus, o birisinə minus, bu şəkildə də aparıla bilər. Bu da belə. Özünü yoldaş qiymətləndirməsi də eyni ilə necə olacaq bu zaman? Tutaq ki, sən o biri yoldaşı qiymətləndirirsən. Əməkdaşlıqda tutaq ki, Əli necə iştirak etdi? Bunu təqdim eləmişəm Vəliyə. Vəli yenə tutaq ki, yazır ki, tutaq ki, burada razıyam, razı deyiləm. Bu şəkildə olacaq artıq. Yaxşı, orta, kafi yox. Elə də olar, eləmək olar. Dəyişiklik eləmək olar hardasa. Amma tutaq ki, yazırıq ki, əməkdaşlığı nə dərəcədə etdi? Tutaq ki, əməkdaşlığı çox yaxşı etdi. Vəli deyir ki, Əli üçün qiymətləndirmə apar, razı deyiləm. Bunun altından bir işarə qoyur. Amma və yaxud da ki, deyirəm ki, tutaq ki, aktiv iştirak elədi. Məsələn, indi filan şagird o birisini qiymətləndir, deyir razıyam. Nə bilim, qrup üçün daha çox faydalı oldu onun iştirakı. Bu deyir razıyam, o birisi haqqında deyir ki, razı deyiləm. Ümumi başa düşdükmü? Yəni özünü qiymətləndirmə və yoldaş qiymətləndirməsi müəllim meyar şəklində, cədvəl şəklində tərtib edir, təqdim edir şagirdlərə. Bu qiymətləndirmə bu cür aparılır. Bax, vərək. Özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi nə oldu? Müəllimlər qiymətləndirmənin üsulu oldu. Amma vasitəsi nə oldu? Bax, vərək. Vərək şəklində təqdim etdik şagirdlərə. O qədər danışmışam, artıq dil çaşır. Sonra nə var? Rubrik. Rubrik haqqında biz gələn dəfə danışacağıq. O da bir qiymətləndirmə şkalasıdır. Onun video izahı ayrı olacaq. Ondan sonra test müəllim mövzuya uyğun test tərtib eləyə bilər. Buna da uyğun vasitə olacaq testin tapşırıqları. Sonra B/Venn diaqramı, 3-2-1 üsulu. B/Venn diaqramı təbii ki, cədvəlin çəkəcək. 3-2-1-də qeydiyyat vərəqə. 3-2-1 iş üsullarına tanışsınız. Sonra nə bilim, hansı qaldı burada yazmadıqlarım. Şifahi yazılı təqdimat deyə bilər, meyar cədvəlinə əsasən. Oxu bacarığı. Qiymətləndirmə üsuludur. Oxu bacarığı üzrə qeydiyyat vərəqi vasitə olacaq. Burada qeyd eləmədim. Yazı qiymətləndirmə üsuludur. Yazı bacarıqları üzrə qeydiyyat vərəqi olacaq. Nə bilim, çıxış bileti üsuldur. Onun üçün bir vərəq hazırlanır da. Bilirsiniz, çıxış biletinin haqqında da məlumatınız var. O da olacaq vasitəsi. Bu da belə. İndi nə qaldı? Deyir ki, bunlardan bir neçəsini sizə təqdim edək. Bu da sual-cavab. Sual-cavab haqqında geniş danışmayacağım. Bilirsiniz, müəllim dərsə uyğun suallar ünvanlaya bilər. Sual-cavab təşkil eləyə bilər, düzdürmü? Deyir ki, əsas hissəsini suallar təşkil edir. Bəli. Açıq və qapalı iki növ ayrılır. Bunu da bilirik. Qapalı və açıq suallar. Deyir ki, qapalı suallar bir sözlə, qısa, hə, yox, nə bilim, belə. Fakt əsaslanır, biz bunu bilirik, keçmişi. Yaddaş əsaslanır, təfəkkürün inkişafını dəstəkləmir. Sualı verən tərəf dialoqa nəzarət edir. Bu bilirsiniz nə deməkdir? Baxın, qapalı suallarda sualı verən tərəf dialoqa nəzarət edir. Amma açıq suallarda cavabı verən tərəf dialoqa nəzarət edir. Bunu deyə bilərsiniz ki, necə başa düşək? Mən sizə tutaq ki, deyirəm ki, nə deyək? Tutaq ki, hər hansısa bir fizikadan bağlı bir sual. Newton 3-cü qanunun de. Şagird durur, Newton 3-cü qanunun deyir. Mənim əlimdə tutaq ki, və yaxud da ki, beynimdə olsun, fərq eləm. Bir cavab var ki, bu cavab belədir də, düzdürmü? Deməli, şagird düz cavab verdi, yoxsa səhv. Bu oldu, sualı verən tərəf mən nəzarət elədim. Amma bir də şagirdə sual verirəm. Bax, açıq tipli sual. Nə sualı verək? Dostluq sizin üçün nədir? Biri qayıdır, deyir, dostluq mənim üçün bu anlaşdı, biri deyir bu. Artıq mən onu nəzarət eləmirəm. Artıq cavabı verən nəzarət edir. Bax, o deməkdir. Sualı verən tərəf deyir ki, dialoqa nəzarət edə bilir. Bu qapalıdadır. Açıqda isə cavab verin. Açıq suallar beynin, bəli, təxəyyülün inkişafına
Daha sonra nə? Düşünməyə, refleks etməyə sövq edir, fikirləri formalaşdırır, dialoqa nəzarət, şagirdlər həyata keçirib bayaq dediyim məqamdır. Şagirdin dərsə cəlb olunmasını təmin edir, doğrudur. İki tip sualların verilməsi uyğundur. Demişdik ya müəllimlər, yüksək təfəkkür səviyyəsi YTS, bir də nə demişdik? Aşağı təfəkkür ATS. Yadınızdadır yəqin. Nə idi? Deyirdi ki, xatırlamaq, anlamaq, tətbiq. Bunlar ATS idi, aşağı təfəkkür səviyyəsinə bağlı suallardır. Amma yox, təhlil, dəyərləndirmə, yaratmaqla bağlı suallar veririksə, şagird bunun cavabını tapırsa, bu artıq YTS. Bir də sual verən zaman gözləmə vaxtını gözləmək lazımdır. 10-30 saniyə arası ki, şagird düşünüb, daşınıb cavab versin. Daha sonra demək ki, müəllimlər, burada gəldi özünü qiymətin. Bunun haqqında bayaq danışmışam. Daha bunun haqqında danışmayacağam. Özünü qiymətləndirmə haqqında istəsəniz oxuya bilərsiniz, yaxşımı? Deməli belə. Çünki bayaqlar artıq onun haqqında danışdım ki, proses necə gedir, çıxış bileti haqqında danışaq. Bunda da çox məlumat deməyəcəm, çünki çıxış bileti haqqında da məlumatınız var artıq. Orada da nə olurdu? Bax, deyir ki, dərsin bitməsinə təxminən 5 dəqiqə qalmış müəllim lövhəyə 1-2 refleksiya sualı yazır. Şagirdlərə cavablar üçün kağız təqdim edir. Yəni, cavabların bura yazmalısan, mövzu yoxun, düzdürmü? Mövzu yoxun sualların təqdim olunmasıdır. Bu da belə. Düzdür, bilirəm ki, videomuzun izahı biraz çox oldu, amma çünki formativ bizə vacibdir. Görüm demədiyimiz nəsə qaldımı? Məzmun standartlarının mənimsənilməsinə, effektiv, bunların hamısı haqqında danışmışıq. Bu hissələrə bir də nəzər salaq. Hamısı haqqında danışmışıq müəllimlər. Sadəcə indi 1-2 sual verəcəm sizə, onunla da yekunlaşdıracağıq. Həssas, spesifik olmalıdır, vaxtında verilməlidir. Bunların haqqında da danışmışıq. Gəlin 1-2 sual verirəm, ondan sonra yekunlaşdırırıq. Aha, 1-2 sual nəyə verim? Ta ki, deyirəm ki, əhsən, mətnin əsas ideyasını düzgün yazmısan, lakin hərf səhvlərinə yol verdiyin üçün orfoqrafik qaydaları yenidən nəzərdən keçirməlisən. Deyin görün, bu rəy konstruktivdir, yoxsa destruktiv? Deyin görək, tez və afərin, dərhal bəli. Gələcəyə yönəliş rəy deyə bilərik, spesifik rəy də deyə bilərik, effektiv rəy də deyə bilərik, həmçinin də konstruktiv rəydir, bəli. Çünki deyirəm ki, əhsən, bax, əhsən sözü çaşdırmasına, orada bir müsbət məqam, sonra harada yanlışa yola verib, o istiqamətdə verdim, bax, əhsən, mətnin əsas ideyasını düzgün yazmısan, şagird bildi ki, düzgün tapıb, düzgün yazıb, lakin hərf səhvlərinə yol verdiyin üçün bu səhvini önə çəkdim, sonra deyirəm ki, git orfoqrafik qaydaları yenidən təkrar elə. Amma emosiyalara yönəlik rəy deyil ha bu. Bu belə. Sonra birində deyək. Nə deyim? Bu məsələnin həllində tutaq ki, fərqli üsullardan istifadə etməyin və yaxud ki, etməyin təqdirə layiqdir. Sizcə bu effektiv rəydir, yoxsa effektiv olmayan rəydir? Bu məsələnin həllində fərqli üsullardan istifadə etməyin təqdirə layiqdir. Bəli, bu bir effektiv rəydir ki, şagirdin addımın, gördüyü fəaliyyətin dəyərləndirirsən. Bəs yaxşı, əla, əhsən, nə bilim, nəticəm möhtəşəmdir. Bu necədir? Deyin görək, bu artıq emosiyalara yönəlik bir rəydir. Əla, əhsən, nəticən möhkəmdir. Deməli, bu da belə. Sonra nə, müəllimlər? Deyin görək, emosional yönəlik rəy edə bilirdik də necə olmalıdır, düzdürmü? Deyirdik ki, orada artıq heç bir inkişafdan söhbət getmir də, müəllim istiqamət vermədi. Deyirəm ki, birində deyək hansın, səndə tutaq ki, səndə bunu yerinə yetirəcək qabiliyyət yoxdur. Bu rəy sizcə həssaslıqla verilib, yoxsa həssaslıqla verilməyib? Səndə bu qabiliyyəti yerinə yetirəcək, bunu yerinə yetirəcək qabiliyyət yoxdur. Bəzən də müəllimlər deyir, səndə bunu yerinə yetirəcək o baş yoxdur. Bu deməli həssaslıqla verilməyib. Ay, sağ olun, bəli. Belə müəllimlər, bir müddət o video yayılmışdı. Beynimiz biraz açılsın. Bir müddət də video yayılmışdı. Elə hərdən də gündəmə gəlir belə videolar. Bir də görsəm hər hansısa bir filan şagird deməyim, artıq neçə yaşında şəxslər paylaşır ki, filan tarix müəllimim mənə demişdi və ya da ki, coğrafiya müəllimim demişdi ki, səndən adam olmayacaq. Amma mən indi baxın haralardayım. Yəni müəllimlər, əslində görürsünüz, o vaxtlar da olub, amma yəni gələcəyə yönəlik rəy olmayıb da, yalnız destruktiv rəy. İndi də var bu. Çünki çox müəllim hələ də konstruktiv rəy verməyə bacarmır. Düzdürmü? Amma o verilən rəylər həqiqətən şagirdlərin ağlında qalır. Neçə illər keçsə də. Özünüzün də yadınızda qalıbmı? Bir xatırlayın, görün hansı müəllim sizi yaralayıb, baltalayıb. Destruktiv rəy verərək
kimlər, hansı müəllimlərin sözü yadınızda qalıb? O dediyim kimi bəzi videolar paylaşırlar. Falan müəllim demiş ki, səndən adam olmayacaq. Deyir, ay müəllimim, indi bax mən falan yerdəyəm. Bəziləri də ironiyalı olsun deyə belə yazır ki, falan müəllim demiş ki, səndən adam olmayacaq. Deyir, elə düz də deyilmiş. Belə. Bu qədər müəllimlər dərsimizin video izahı geniş də olsa məcburam ki, çünki bu mövzu geniş mövzudur, amma düşünürəm ki, hər tərəfli sizə çatdırdım. Bundan əminəm. Ona görə qaranlıq bir məqam qalmayacaq. Qaldı rubriklər, o da növbəti izahda gələcəkdir. Sağ olun, sağlıqla qalın. Qoy sonda mən də sizə bir motivasiya deyim də. Mən də sizə inanıram. Çünki öz üzərinizə çalışırsınız. İzahlara, müzakirə qaydına, bir də ki, baxmayanlar deyir ki, ay müəllim, izahlara, müzakirə qaydına baxırsınız, testləri vaxtında yerinə yetirirsiniz. Ola bilər ki, bəzən bir-iki testdən geri qalsanız da üzülməyin, eybi yox. Sonradan işləyib təhvil verin ki, inanıram ki, sonda nəticələriniz də yaxşı olacaq. Hə? Amma o bir dərsə qoşulmayanların qolun qanadın qıraq, yox, yaxşı day demirəm. O bir rəyimi vermirəm. Sağ olun, uğurlar hər birinizə.